sualdır. Bu sual mənim kitabımda da var, dərslərimdə də var. Bir çoxədli üçün bu bərabərliyin ödəndiyi deyir. Nə düşünərsiniz siz? P-1 istəyir. Nə ilə həll eləyərsiniz? Törəmə daha bu. Yəni P-1 istəməyin xüsusiyyəti də yoxdur. İstənilən bir şey də istəyə bilər. Görəsən burada nə var? Çoxədli suallarında da çıxır, törəmə suallarında da çıxır. Türk kitablarında daha çox bunlara üstünlüyü verirlər, amma indi görürsünüz ki, bizlərdə də var. Bəli, Necə PX-in düşünə yerinə bilər? bir kub yazaq, PX-in yerinə. AX Yox. kubu, PX kubu Niyə? yazmayaq. İndi yox. Sonra törəməsini tapaq. Necə dediniz? Deyin, deyəsən istədiyiniz PX-in dediniz. Deyin. yerinə yazaram AX kubu, üstə gəl BX kvadrat, üstə gəl Niyə CX üstə kubu? gəl D. Bəli, niyə kubu? Çünki baxın, Bəli, buranın sağ dərəcəsi tərəfdə kubdur. 2x kubu var. Bəli. Bəli, bunun dərəcəsi kubdur. Yəni 3-dür. Deməli, sağda kub dərəcə 3-dürsə, solda da 3 olmalıdır. Və siz elə bir PX götürməlisiniz ki, onları toplayanda ümumi çoxədli olaraq, yəni törəmə ilə toplayanda dərəcə 3 eləməlidir. Biz də bilirik ki, x üstü n-ə görə də törəmə tapanda n qabağa gəlir, qüvvətdən bir vadi nə olur? Çıxılır. Yəni, bura gərək 3 ola ki, ümumi burada da gərək 3 qala ki, burada onsuz da 2 olacaq. Toplayanda ümumi çoxədlinin qüvvəti də nə olsun? 3 olsun. Ona görə bəli, biz PX çoxədlisini necə seçəcəyik? AX kubu plus BX kvadratı plus CX plus D. Daha öncə bilinəcək. İndi bunun törəməsini tapanda bu eləyəcək 3AX kvadratı plus 2BX plus C. Sonra bunları toplayıb. Bunları toplayanda olur AX kubu plus X kvadratını çölə çıxardıram. Qüvvətləri ayırıram. Plus X-i çölə çıxardıram. 2B plus C plus D plus C. Bəs yaxşı nə alırıq? Axı bu da özlüyündə bərabərdir 2x kubu plus 9x kvadratı plus 5x-ə. İndi biz gəldik, çıxdıq 2 çoxədlinin bir-birinə bərabər olmasın. Baxın, x kubun yanında 2 var, burada var. A2. Deməli, A-mız necədir? 2-dir. 2. Sonra kvadratın yanında burada B plus 3 var. Burada 9 var. Deməli, biz yazacağıq B plus 3A bərabərdir 9. Sonra burada 5 var. X-in əmsalı. Burada nə var? 2B plus C var. Deməli, 2B plus C də 5-dir. Sonra sərbəst ət. Sərbəst ət də yoxdur. Yoxsa nə olmalıdır? 0. Bunlardan biz nə edirik? Tapırıq. Bundan tapandan sonra P-1 istəyir. P-1 də nə deməkdir ki? Əslində, mənfi A plus B çıx C plus D deməkdir. Aydındır mı? Bəli. Allah. Qəşəng sualdır bu. Bizim kitabda da, dərsliklərimizdə də, video izahlarımızda da bundan var. Təkrar eləmək